uşaqlığı travmalarla keçmiş hər bir qadının etməli olduğu hərəkətlər part 2. Bir əlini sinənə, bir əlini isə boğazına qoy. Gözlərini yum, dərindən nəfəs al və nəfəsi verərkən səsini çıxart. Bunu 5 dəfə et. Uşaq vaxtı deyilməyən sözlər, ifadə edilməyən duyğular bədəndə məhz boğazda toplaşa bilir. Bu hərəkət isə bizim daxilimizdəki səsi incə bir şəkildə geri qaytarır. Və növbəti hərəkət. Ayaq üstə dur, ayaqlarını, topuqlarını, dabanını yerə möhkəm bas. Daha sonra bədənin ağırlığını sağ ayağına, daha sonra isə sol ayağına ver. Və içindən bu sözləri de. Mən buradayam, bədənim böyüdür və mən bədənimi daşıya bilərəm. Bu hərəkət isə bədənimizi keçmişdən məhz indiki hala gətirir. Bunları etdikdən sonra özünü necə hiss edirsən, istəyirəm ki, şərhlərdə yazasan mütləq. Daha çox praktika üçün isə səhifəmi mütləq ki, izləməyə al.